Hörmətli Nəbis TV-nin izləyiciləri, bugünkü gün 30-u 12-ci ay 2025-ci ildə, baxmayaraq ki, sabahların Dünya Azərbaycanlıların Həmrəylik günüdür. Bu münasibətlə və Qəbələ qələbəmizin 5-liyi münasibəti ilə keçirilən tədbirdə sizi görməyimizə çox şadlanadım. Zəhmət olmasa bu barədə öz fikirlərinizi deyərdiniz. Sabahları inşallah Dünya Azərbaycanlıların Həmrəylik günüdür. Bu bayram 1990-cı ildə Naxçıvan şəhərində sərhəd dirəklərinin sökülməsindən sonra yaranırdı. Və həmin ildən 35 ildir bu Azərbaycan xalqı eyni zamanda qonşu otaylı Azərbaycanlılar, Türkmənlər və Avropada, Amerikada nə qədər Azərbaycanlı, 50 milyondan artıq Azərbaycanlı bu bayramları ən yadda qalan bayram kimi Həmrə günü qeyd edirlər. Eyni zamanda bu il bizim üçün daha bir əlamətdar gün oldu ki, 1828-ci ildən üzü bu yana ilk dəfə olaraq 5 il bundan qabaq Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa elədi və bu münasibətlərdə biz həmişə Qacarlardan sonra ikinci dəfə torpaqlarını düşmənlərdən azad edən möhtərəm Ali Baş Komandana öz təşəkkürümüzü və keçmiş ad günündə təbrik edirəm. Qoy İranda yaşayan şahsevərlər, Qaşqaylar, eyni zamanda Azəri türklər hamısı bu vəhdəti, birliyi əldə eləsinlər. Birliyi əldə eləmək üçün də hamı bir-birinin onun mədəni əlaqələrini bərpa eləmək lazımdır. Onların yaradıcı adamlarını, incəsənət adamlarını, yazıçılarını, elm adamlarını tədricən yavaş-yavaş bir-birinə ayırmaq lazımdır. Ulu Füzulinin vətəni olan Kərkükdə, Bayat kəndində mən dəfələrlə olmuşam. Onların ənənələrini bu taylara gətirmək və bir xalqımızı tanış eləmək lazımdır. Bugün Avropada yaşayan Elman adlı bir qardaşımız var, Mustafazadə. Onun çox bir Niderlandda Xudafərin Körpüsü adında bir dərgisi var. Yəni bunları deməkdə məqsədim odur ki, bugün bizim üçün ən əlamətdar gün. Bu xalqın vəhdəti, xalqın birliyi əldə eləmək və onu qoruyub saxlamaq lazımdır. Təşəkkür edirəm. Çox sağ olun. Sahibiniz üçün çox təşəkkür edirəm. Çox sağ olun.